Salam hörmətli izləyicilər. Qeydiyim ki, biz Azərbaycan Respublikası Könüllü Növbətçilər İctimai Birliyi Mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərim biz Göyçayın Çərəzə kəndindəyik. Məqsəd odur ki, bəli, bu günlər qeyd edeyim ki, Göyçay Su Meliorasiya İdarəsinin iş haqqında bir məsələni qeyd edeyim ki, Göyçayın Çərəzə kənd sakinləri bizim vasitəmizlə müraciət etmişlər. Göyçay Su Meliorasiya İdarəsinə kənd bələdiyyə rəhbərliyi. Bəli, bu gün artıq göründüyü kimi məsələ tez bir zamanda bu sərdən tapdı. Ona görə mən buradan ilk öncə Göyçay Su Meliorasiya İdarəsinin rəisi Sadiq müəllimə təşəkkürümü bildirirəm. Orada çalışan işçilərə təşəkkür bildirirəm. Mexanizatorlara çox sağ olsunlar. Məsələ o sərdən tapmışdır və bu gün artıq Çərəzə kəndindən, Göyçayın Çərəzə kəndindən artıq işlər başlamışdır. Mən indi görülən işləri çəkib sizə təqdim edirəm.